Allah Subhanahu taala təyin eləyib Kəbəni ziyarət üçün. Bu nə deməkdir? O deməkdir ki, dinimiz təyin etdiyi yerə getməlisən ziyarətə. Və bu gün nə qədər ziyarətlər var hansı ki, təyin olunmayıb din tərəfindən. Onu ziyarətgaha çeviriblər, onu həccə çeviriblər, onu həcdən üstün çeviriblər. Belə ziyarətgahlar var ki, bilirsiniz, hətta o ziyarətgaha gedənlər deyir ki, ora getmək həcdən əfsəldir. Say deyirlər bəziləri, biri deyir 19 dəfə, biri deyir 20 dəfə və biri deyir sayı yoxdur, çatmaz. Kəbə ora çatmaz. Allahın kitabı yanımızda, Peyğəmbər sallallahu əleyhi və səlləm səhih hədisləri yanımızda yoxdur, başqa yerlərdə ziyarət. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, evdən çıxıb ziyarət məqsədi ilə ancaq 3 məscidə getmək olar. Yəni qəbirstanlığa yox, 3 məscidə ziyarət məqsədi ilə ki, gedirsən orada ibadət eləməyə. 3 dənə məscid var, elə məscid dünyada, müsəlmanlarda. Kəbə, Məkkədə, Mədinədə Peyğəmbər sallallahu əleyhi və səlləm məscidi, qəbri yox məscidi, bir də Qüdsdə yerləşən məscid.